İnsanlar, ümumiyyətlə tanışdığımız bütün insanlar hekayəsinin tamamını sizə danışır. Və biz o hekayənin tamamını bilmirik. Hətta terapiyada 1 il, 2 il terapiyaya gələn insanlar belə 2 il kifayət qədər yetərli bir zamandır və hər həftə gəlir deyək ki, 2 ilin axırında elə bir hadisə danışılır ki, sizin 2 il dinlədiyiniz bütün hekayə bambaşqa mənaya gəlir. 2 ildir şəxs gəlir və mən hər 45 dəqiqə dinləyirik. Uşaqlığını, keçmişini, gələcəyini, planını, dini inancını, ekonomik vəziyyətini, nə bilim, xəyanətini, hər şeyini dinləmişik. Amma 2 ilin axırında elə bir hadisə danışılır ki, yəni biz 2 ildir nə danışırdığını təkrar birlikdə sorğulamağa başlayırıq. Ona görə hekayəni biz hər zaman yarım dinləyirik, yarımçıq dinləyirik, əksik dinləyirik. Niyə özünə sərf edəni danışır, yoxsa hazır deyil deyə danışmır? Güvən itib. Dünyaya bir kərə güvəniniz itdi. O güvəni bərpa eləmək çox çətindir. Bəzi insanlarda o güvən təməldə o qədər güclü formalaşır ki, nə qədər o güvən itərsə itsin, onu öz-özünə təmir edə bilir. Yəni, biraz eləmir ki, buradan qırılır, özü materialı çoxdur, onu yapışdırır, qırıqla da razılaşır, gedir güvənməyə davam edir. O elə olmayacaq ki. Amma bəzi insanlar bu həm inkişaf travması şəklində ola bilər, həm konkret həyat hadisəsi şəklində ola bilər. O güvəni itən bir insana, bu da onlar kimi olacaq. Bu da mənim sözümü başqasına danışacaq, məni ittiham eləyəcək. Bu da mənə xəyanət eləyəcək. Bu da mənə qarşı ədalətsiz olacaq. Bunu hardan bilirik? Bunu terapiyalardan bilirik. Yəni, siz də məni yargılayırsınız. Çox eşidirik bu sözü. Mənə inanmırsan. Xüsusilə terapiya mağdurlarında. Mən hardan bilim ki, bunları sabah bir yerdə danışmayacaqsınız? Terapist olaraq sözləşmə imzalayırıq ki, bunlar tamam. Amma o inanc yoxdur. Bəziləri isə oturduğu bir neçə seansdan sonra o inancı var, başqa problemlər var o insanların. Deyək ki, münasibət problemi və s. Rahatlıqla ən məhrəm sirlərini belə danışır, amma terapistlə danışır. Ailə üzvünə bunu danışmır. Güvən duyğusu var o insanın. Amma güvənəcəyi insanı bilir, seçmək istəyir. Amma bu dediyimiz bu qurban psixologiyasına və yaxud da ki, travma mağdurlarında heç kimə qarşı, dünyaya qarşı güvən yoxdur.